Cümə günü Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə qapalı iclas keçirib. Hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri də orada olub. Rəsmi açıqlamaya görə Azərbaycanla sülh prosesi müzakirə edilib. Bunu Ermənistanın Hraparak nəşri yazıb. Məlumata görə Paşinyan iclasda sülh prosesinin nəticə vermədiyini bəyan edib. O deyib ki, Bakı nə iddialardan, nə də dəhliz tələbindən əl çəkir. Razılaşmasaq müharibə qaçılmaz olacaq. Paşinyan bildirib ki, ictimaiyyəti bu barədə fəal şəkildə məlumatlandırmaq lazımdır. Yeri gəlmişkən son həftələr Paşinyanın partiyasının üzvləri xüsusən Zəngəzura fəal səfərlər edir. Məsələn, İqtisadiyyat naziri Gevorg Papoyan ötən həftə 2 dəfə səfər edib və sünikliləri müharibə ilə qorxutmaq tapşırığı verib. Nəşr bildirir ki, Paşinyanın Zəngəzur dəhlizinin açılmasına razılaşmaqdan başqa yolu olmadığı üçün əhalini müharibə ilə hədələyir. Qeyd edək ki, Azərbaycan regionda sülh prosesinə sadiqdir. Bakı hər hansı hərbi gərginlikdə və eskalasiyada maraqlı deyil. Bunun müqabilində Ermənistan qərbdəki havadarlarının dəstəyi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir və prosesdən müxtəlif bəhanələrlə yayınır.